Mən Aşıq Ağamurad İsrafilov, Aşıq Ağamurad Şirvanlı, 14 iyun 1964-cü ildə Şamaxı rayonunun Mərzəndiyə kəndində anadan olmuşam. Özüm mədəniyyət işçisiyəm, Respublikanın əməkdar mədəniyyət işçisi, Azərbaycan Aşıqlar Birliyinin katibi, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin Mədəniyyət Mərkəzinin tabeliyində olan Aşıq Məmmədağa Babayev adına İzzət Ellər Aşıqlar Ansamblının bədii rəhbəriyəm. Mən gözümü açandan bizim kəndimizin, elimizin, obamızın hər zaman toylarımızın yaraşıcı aşıqlar olub. Demək olar ki, 1978-ci illərə qədər. O vaxtda da aşıqlar böyük sənətkar Aşıq Şakir Hacıyev, Aşıq Barat Əhmədoğlu, Aşıq Şərbət, mənim ustadım Aşıq Rıza Qobustanlı, Aşıq Mahmud Ələskəroğlu, Aşıq Abbas Musaxanoğlu, Aşıq Əvəz Hacıyev bizim kəndimizin toylarında, ziyafətlərində olardı. Yəni o vaxtı el, oba aşıqları müqəddəs gözlə baxırdılar. Yəni aşıqları çox yüksək ruh yüksəkliyi ilə qarşılayardılar. Biz özümüz uşaq vaxtı yürərdik yolun qırağına, oturub gözləyərdik sübh çağından. O vaxtı da toylar, məsələn 2 günlük toylar mənim yadıma gəlir. Sonradan oldu 1 günlük. Və kəndə musiqiçilər ifa eləyə-eləyə girərdilər. Biz də maşınların qabağında qaça-qaça gələrdik kəndə. Qara zurna sədaları bütün kəndi başına götürərdi. Gözəl adətlər vardı. Bəy ayrı evdə oturardı, aşıqlara ayrı evlərdə xidmət eləyərdilər. Yəni o toyları, xoş halımıza ki, o ustadları biz görə bildik. O vaxtki toy adətləri belə idi da. Deməli, bütün aşıq mühitləri biz üçün doğmadır, əzizdir. Amma ən iri miqyaslı aşıq mühitlərindən biri Şirvan aşıq mühitidir ki, orada da başqa aşıq mühitlərindən fərqli olaraq bizim Şirvan aşıqları, yəni ansamblın tərkibində aşıq, ayaqçı xanəndə, bəzi məqamlarda yerdə oturan xanəndə də deyirdilər. Balaban ifaçısı, dəmkeş, həm balaban dəmi tuturdu, həm də qara zurna ifalarında qara zurna ilə dəm tuturdu. Zərb alətləri də əvvəllər qoşan ağara qavalı olardı və sonradan qoşan ağara aləti əvəz elədi. Yəni, bu 5 nəfər ansamblı tövliydə təşkil eləyirdi. Və təbii şəkildə, yəni o vaxt heç aparatura sistemi də yox idi, belə texnologiya. Məclislərə gəlirdilər, saat 10-da aşıqlar artıq cəmaat səs-küyə, yəni musiqi sədaları ilə kənd cəmaat oyanırdı. Sonra deməli, bəyin paltarını aparırdılar, bəy oturan evdə ayrı, toydan kənar. Bəy başı deyirdilər. Bəyin paltarını aparırdılar, orada da rəqslər olurdu. Sonra gözəl bizim kəndimizin bir adəti vardı. İlk öncə, hansı ili çıxmamış və yaxud çıxmış hüzür yerləri varsa, musiqiçilər gedib orada bir hava çalardılar və o hüzür sahiblərini götürüb gətirərdilər toya, yəni hüzürdən çıxardardılar. Bu da çox gözəl bir elin adəti idi. Günorta məclis başlayırdı. İlk öncə aşıqdan əvvəl aşığın sazını gətirərdilər məclisə. Sonra xanəndə gəlib ya bir muğam dəstgahı və yaxud bir təsnif, bir kiçik həcmli muğam ifa eləyərdi. Ondan sonra aşıq gəlirdi məclisə. Salam verirdi sağa, sola, təzim elirdi. Cəmaat yüksək, yəni
gözdə görürdü aşıq sənətin. Əyləşirdi, sonra dururdu məclisə. Məclisdə də qərb bölgəsindən fərqli olaraq orada divanı ilə başladığı kimi bizim Şirvan aşıq mühitində məclislərimiz, toylarımız peşrevlərlə başlayır. Yəni bəzi məqamda peşrov da deyirlər ona, peşrov. Yəni lüğəti mənası öndə gedən deməkdir. Məclisin bismillahı, məclisin başlanğıcı. Aşıq peşrov oxuyurdu. Hər bənddə xanəndə də ayaq verirdi. Və 3 ustadnamə deyilirdi. Buyurmaq sizdən, qulluq eləmək bizdən, fəqət bildiyimizdən. Ustadlar ustadnaməyə ad verir. Ustadnamələr eşidənlərə dad verir. Biz də bir neçə qatar ustadnamə deyək. Bizi eşidənlərin ruhuna bir dad olsun, könülləri şad olsun. 3 ustadnamə deyilirdi. Biri ustadnamənin Allah Taala'nın varlığı ilə bağlı idi. Məsələn, şükür varlığına fərəhli dövrü döndərdin qəm yüklü zamana Allah. Şükür birliyinə əroğlu düşdü acizə, minnətə, amana Allah. Elə tez yaranır şər qaraçuxa. Dananın önündən çəkilir buğa. Atsanlı cəngavər gedir yoxluğa. Ruh gəlir üzülən bir cana Allah. Dönükülük başlayır peymana hücum. Hər hakim seçilir, sülh olur məhkum. Xeyr az dolanır, şər yer lum-lum. Yaxşı xərac verir yamana Allah. Zoğalın tamını ləğv edir söyüd. Ağ qovaq palıda hey verir öyüd. Sarmaşıq sarılır, boğulur şüyüd. Bıtraqlar daraşır hər yana Allah. Bəlkə də haq yoldan çıxarıb şeytan. Çarəsiz qalıbdır günahkar insan. Yönət doğru yola gətirək iman. Sənə, Peyğəmbərə, Qur'ana Allah. Ustadlar ustadnaməni bir yox, 2 deyir. İkinci ustadnamə də öyüd nəsiyyət, zamanlara tərbiyəvi sözlər, ustadnamələr aşılamaq idi. Məsələn, ata-ana sağkən saymayan övlad, öləndə hörmətin başına dəysin. Cənazə başında qoparıb fəryad, həşr qiyamətin başına dəysin. Atanı, ananı sağ vaxtı istə. Mərdliyin deyilsin eldə, məclisdə. Öləndə pul töküb qəbrinin üstə verdiyin zinətin başına dəysin. Atadır, anadır varlığın canı. Onlarsız törəyib yetişən hanı. Şah olsan ziyarət etməsən onu, təxt-i səltənətin başına dəysin. Axırı belədir ki, möhürbənd. Əhməd gənc nəslə ilə vəsiyyət, diriyə hörmət var, ölüyə rəhmət. Atana zülm etsən, anana nifrət. Kişilik ismətin başına dəysin. Ustadlar ustadnaməni 2 yox, 3 deyiblər. Bir ustadnamədə deyirdi ki, hər bir dövrü, zamanı, yəni tərənnüm eləyən bir ustadnamə deyilirdi. Sonra başlayırdı, Şirvan şikəstəsi oxunurdu. Şirvan şikəstəsindən sonra dirinci havalar, məsələn, gözəlləmə oxunurdu. Buyurmaq sizdən, qulluq eləmək bizdən, fəqət bildiyimizdən də əvvəldən deyilirdi. Yəni bu ustadnamələr şikəstə, o dirinci, deyək ki, gözəlləmə oxunana qədər ağsaqqallar otururdu məclisin baş cərgəsində. Ağsaqqallar dastanları sifariş verirdilər. Məsələn, Alıxan və Pəri dastanı, Küçərizə dastanı, Ordubadlı Kərim dastanı, Nigar Mahmud, Tahir və Zöhrə, belənçi, Abbas və Gülgəz dastanlardan sifariş verirdilər. Sonra aşıq da Bismillah deyirdi, başlayırdı dastanı danışmağa. Və dastan boyu hardasa o vaxtlar 2 saat, 2 saat yarım, hətta 3 saat hələ günorta məclisində o dastanın deyilişi, özdə yəni musiqi toyxanası ayrı olurdu. Yemək üçün tikilən toyxana bir kənarda olurdu. Yəni musiqiyə mane olmamaq üçün çörəyi yeyirdilər və hamı planlaşdırırdı ki, məsələn, saat 1-də günorta aşıq dastanı başlanacaq. Artıq çörəklərin yerirdilər, gəlib otururdular, yaxşı qulaq asırdılar, qadınlar lap kənarda, uşaqlar görünməyən yerdə, toxananın kənarında. Məclisdə də ağsaqqallar, xiridarlar, dastan biliciləri
Bəzi məqamda görürsən, cavan, təzə sənətə başlayan aşıqlar olanda yavaşca deyirdi ki, falan dastanın falan yerində falan söz qaldı, ya falan havacat qaldı, belə. Və dastan boyunca bütün havacatlardan, orada şikəstələr, qəmgin yerində Qabıstanı, Zarıncı Gərayı havacatları oxunurdu. Məsələn, oynaq şux yerlərdə Ordubadı, Gözəlləmə, Ayaq Şəşəngi. Görürsən, qəmgin yerlərində dastanın hökmən o klassik havacatlara, Döymə Kərəmi, Qabıstanı, Yekbə də deyirlər, Zarıncı Gərayı, şikəstələr də müxtəlifdir də, çığdan çıxmazı var, Bayatı şikəstə var, Qabıstanı şikəstə var, Peyvənd şikəstə var, Qocaman şikəstə var. Yəni, o dastanın ruhuna uyğun, o havacatlar dastan boyunca 2 saat yarım, 3 saat yarım o ifaların hamısına həm ehtiyacı vardı, həm də sənətkarlar, aşıq və ayaqçı xanəndə bu ifaları bütünlüklə dinləyicilərə çatdırırdı. Gözəl bir vaxt idi. Yəni, o vaxta qədər ki, ancaq bizim məclislər aşıq zəngin olmalı idi. Ərşdən, kürşdən, yəni bütün məlumatlar, yəni dini baxımından da güclü olmalı idi ki, hər tərəfli, yəni xalqın tələbatını ödəyə bilsin. O vaxt belə idi ki, görürlər ki, cavan aşıqdır, məclisə gəlib, buyurmaq sözdən qulluq eləmək bizdən deyib aşıq məclisə başlayarkən, görürlər ki, cavandır, yenidir, derdi ki, ay oğul, ay sənətkar, Şakərin nədir ondan oxu, o dastanı danış. Amma ikinci dəfə artıq biz deyən olacaq. Belə bir tələbat vardı, belə bir mühit vardı. Ona görə də yəni sənətkar 3 ana xətt üzərində bərqərar olur. Birincisi gərək istedadın olsun, Allahın verdiyi pay. İkinci zəhmət, bu vacibdir. Üçüncü də mühit. Gərək yaxşı sənətkarların, böyük ustadların mühitində olasan, yaxşı elin, obanın bu sənətə qarşı məhəbbəti olsun, sevgisi olsun. 5-10 mahnı ilə, bir dastanla, nə bilim, gedib o toylarda baş girləməklə həyatda iz tarixdə səs qoymaq olmaz. Gəlin gətirmə məqamında elə vaxt olurdu ki, mənim o toylarda gördüyüm vaxtlar olub. Məsələn, bizdə Aşıq Əsəd vardı, qonşu kətdə, Qarabala deyirdilər ona. Bizim Ərəbşalbaş kəndindən idi. Orada rəhmətli Ağaverdi Babayev, bax, zurna ifasıdır. Qoşa zurna Adil Əmirdə çubuğun ağrası idi. Bax, bizim dostumuz Şöhrət Əliyevin atası, Əli Kərimovun, yəni, nəvəsidir Adil Əmir. Çox gözəl, mən ondan çox bilgilər əldə eləmişəm. O tək çubuğun ağrası ilə gedirdilər, bütün işləri görürdülər də. Yəni o gün orta aşıq məclisə girənə qədər. Artıq dastan başlayanda çubuğun ağrısını qoyurdu bir tərəfə, otururdu, qoşalara ifa eləyirdi. Aşıq xanəndəsi də əksəriyyəti qaval çalmağı bilirdi. Qaval qoşun ağara. Onda əl nağarası sonradan? Əl nağarası sonradan. Yəni əvvəllər belə olub. Çubuğun ağarası da mən gördüyüm məclislər olub. Tək çubuğun ağarası ilə şey ola veriblər. Amma aşıq məclisə girərkən orada qaval qoşun ağara olurdu. Sonradan nağara gəldi. Hacı Qabuldan Emadil vardı, nağara ifaçısı. Gözəl sənətkarlar idi. Şamaxdan Eldəniz, Antik, Qaraş vardı Şirvan şəhərindən. Allah rəhmət eləsin, dünyasını dəyişib. Bütün dünyasını dəyişən sənətkarlara Allah qən-qən rəhmət eləsin. Aşıq Şakir gələndə Siftə qoşun ağara, İsmi Xan adında qoşun ağara ifaçısı vardı. Yəni, orada Qavalda Fikrət adında qavalçı idi. Əslən Şamaxının Məlhəm kəndindən idi. Amma Kürdəmirdə yaşayırdı. Sonradan o Bakıda məskunlaşdı. Aşıq Məmməd Ağa, bax o vaxt gələrkən, onda Şir Məmməd əmi, Allah rəhmət eləsin,
O Qoşanağara ifadəsi idi, yəni zərb alətlərinin. Koroğlu vardı, həm yaxşı meyxana deyirdi, həm də gözəl qaval çalırdı. Ora Əlverdi vardı, Aşıq Baratla bizim kəndə toya gəlib. Qoşanağara ifadəsi Şah Əzim idi, bizim belə Şamaxının Məlik Çobanı kəndindən. Yəni o vaxtı çox gözəl, inandırım ki, bax bu texnikalar yox idi. Sonradan aparatura sistemi, sintezator çox kömək eləyirdi musiqi. Onda elə deyildi. Elə kəndlər olurdu ki, məsələn, oynağan, rəqs eləyən kəndlərimiz vardı ki, Ərəb Qədim, Sündü kəndi, Nabır kəndi. Rəhmətli Qələmşah həmi söhbət eləyərdi ki, deyirdi ki, biz Ərəb Qədim kəndinə gedəndə 2 zurna çalan gedirdi. Biri ancaq rəqsləri ifa eləmək üçün, biri də dinc saxlayırdı ki, aşığı günorta, axşam müşayiət eləməyə. İndi o boyda işləri, məsəl üçün, canlı musiqi ilə, qaval Qoşanağara və yaxud çubuğun ağrası Qoşanağara yola verirdi. Cəmaət də razı qalırdı, ləzzət də eləyirdi. Çox ritmlər, zəngin ritmlər, həm ifa mədəniyyəti güclü idi, həm də solo ifalarda da, rəqslərdə də öz məharətini göstərə bilirdilər elə sənətkarlarımız. İmadili mən ilk dəfə bizim kətdə İslamov Ərəstun, Hacı Ərəstun müəllim mənim müəllimim olub, hal-hazırda da sağda Allah ömür versin, aşıq sənətində də, yəni mənim həm izləyicim, həm də çox köməkli eləyib. O vaxtı ilə Aşıq Şakirin 4 toy məclisləri lenti alıb. Onun ikisi hal-hazırda məndə var. Küçə İrza dastanı 76-cı ildə. 75-ci ildə Azadxan müəllimin toyu, o da var. Can Baxışın dastanı. Biri 90 dəqiqəli idi, lenti yazıları, biri 60 dəqiqə. Və orada Kürən deyirdilər, Balaban, Zurna Balaban ifadəsi Şirvan şəhərindən idi. Dəmkeş bizim Şamaxıdan Aslan əmi var idi, o idi, indiki kimi yadımda idi. Emadil nağarı idi, Qoşanağarada Məhtilə müəllim vardı, Aşıq Baratın öz oğlu. Gözəl saz ifadəsi idi, həm də dil ədəbiyyat müəllimi idi. O da Qoşanağara ifa eləyirdi. Emadili mən Aşıq Mahmudla, Aşıq Abbasla, Aşıq Rıza ilə toy məclislərində görmüşəm. Orada Fazil vardı, Qoşanağara ifadəsi, o da Şirvan şəhərindən idi. Yuxulu da onun da görmüşəm, məclislərində olub. Aşıqlarla da əvvəl gedirdi, sonra onu Əvəzxan Xankişiyevlə bir məclisdə gördüm. Çox güclü sənətkar idi və görüşlərim də oldu onunla. Bir 3 dəfə məclisdə də görüşdük, yəni müşayiət elədi. O da çox gözəl zərb alətlərin Qoşanağara ifadəsi idi, nağara ifadəsi idi. Əlverdi, çox güclü. Əvvəllər Qoşanağara, ora o bu köhnə aşıqların, lent yazıların ifa eləyib. Çox güclü, yəni qaval alətinin sənətkarı idi. Orada Səlyandan əvəz Qoşanağara çala. Onlar Səlyanda da güclü ritmlər olur.